İmam Hüseyin aleyhisselamın bir bostanı var idi. Ve bir tane gulamine təhvil vermişti bostanı, ondan nicahbançılıq eləydi. Dirəxt-i xurma var idi orada. O şeyleri ki o mekanda əkəydilər. İmam fəzzəhəbə zətə yevmin mə əshabihi ilə bostanin ləhu. Bir gün ise sahabeləri ilə hərəkət elədi o bostana tərəf. Və kânə fî zâlikəl bostan gulamun yəqulu ləhu safi. Diqqət eləyin. Bir gulamı vardı bostandan nicahbançılıq eləydi. İmam onun adına Safi deydi. İmam gəldi bostana yoxunlaşdı. Fəra'a gulamən, gördü gulami tərfə'ur rəqifə və yərmi binisbihi iləl kəlb və yəkulu nisbə. Gördü gulami çörəci ki mən sufrədə göndərmişəm ona, o çörəci əli ilə götürək qovzək, bölək nisbin itin qabağına atək, nisbin özü yeyik. Fətəəccəbə min zalikə, İmam təəccüb elədi ki bu nə əxlaqdır. Bəd varid oldu bostana, fəqalə ya Safi ec'əlni fi hillin dəxaltu bostanək. Varid bostan oldu, bağ oldu, buyurdu Safi, gulama buyurdu, Safi məni helal eləcinən sənin bostanına varid oldum. Gulam arz elədi, yabnə Resulullah, ya seyyidi, haza bifəzlikə və kərəmikə, sənin kərəmin və fəzlin vadar eləysən, bu sözü deysən, vücudun da sənindir, bostan da sənindir. Dedi, ya Safi, həmə mə'na zalikə, mən gördüm sən, sürəcün nisbin yeysən və nisbin də atəysən, itin qabağına, həmə mə'na zalikə, mənası nə mənədir? Ərz elədi, yabnə Resulullah, mən qəza yiyəndə it mənim ağzıma baxı, əstəhyi minəl kəlb, itdən həya eləyəm. Bəşərə baxa, bir dənə itdən həya eləyəm ki, mən qəza yiyəm və it mənim ağzıma baxa. Əhl-i beytin evində tərbiyyət olanlar bu cürdür. İmam Hüseyin'lə tərbiyyət olanlar, vücudindən istifadə eləyənlər bu cürdür. İnsani ki, luqmə qəzani ağzına qoyməkdən ki, təkiyə bir dənə itdən xəcalət çəkə, aya bu insan şikəmpor yatar və qonşusu ac qalar? Aya bu insan eləyə bilər bir insanın qabağında özü yesin və digəran şikəm qurusuna yazsınlar? Bu əxlaq ilahidir. Yabnə Resulullah, mən bu itdən xəcalət çəkiyəm, həya eləyəm. Çün mən də sənin bostanından nicahbançılıq veriyəm və təhrisu hazəl kəlb min bostanik və bu it də nicahbançılıq verək. Bu it də sənindir və ənə abdükə və mən də sənin bəndinəm və çörəş də sənindir. Çörəci yiyəm, yiyəndən sonra deyəm elhamdülillahi rabbil aləmin. Və deyəm Allah, sinani ki, nemət veribsən, mənim ağamın aba və əcdadına, özünə də bərəkət vercinəm. İmam Hüseyin aleyhisselam, fəbbəkəl Hüseyin aleyhisselam. İmam Hüseyin ağladı. Və qalə əntə ətiqun fillah. Ey qulam, səni Allah yolunda azad elədi.